Əziz Bakılılar və şəhərimizin qonaqları, haqqında danışacağımız stansiya Bakı Soveti və Nəriman Nərimanov xəttində yerləşən ilk 5 stansiyadan biridir. Stansiyanın yaxınlığında böyük oyunlara ev sahibliyi etmiş Tofiq Bəhramov adına Respublika stadionu yerləşir. Digər tərəfdə isə Gənclik Mall Ticarət Mərkəzi var. Giriş isə həmin mallun yaxınlığındadır. Stansiyaya gedən yollarda foto şəkillər sərgilənir. Məsələn, burada Gənclik stansiyası tikilən zaman çəkilmiş foto şəkil öz yerini tapır. Foto şəkil isə bizim agentliyə, yəni Azərtaca məxsusdur. Stansiyanın 4 giriş-çıxışı var. Bunlardan biri yeraltı olaraq ticarət mərkəzinə gedir. Həmçinin qeyd edək ki, bu stansiyada eskalator yoxdur. Gənclik stansiyasının yanında Tofiq Bəhramov adına İdman stadionu, həmçinin İdman Akademiyası yerləşdiyi üçün stansiyanın özündə də idman əsas mövzu olaraq götürülür. Elə vestibülün divarlarında idmanla bağlı mozaiklər bunun da əsas sübutudur. Əslində bu mozaiklər bizə bir vaxtlar ekranların məşhur əsəri olan Mozanı xatırladır. Mərhum aktyorlar Fazil Salayev və Bahadur Əliyevin rol aldığı bu film əziz Bakılılara və şəhərimizin qonaqlarına nostalji hisslər yaşadır. Yadındamı ötən günlər ağacaltı bulaq səsi? Qatar stansiyaya çatan zaman məşhur bəstəkar Xəyyam Mirzazadənin Yadındamı mahnısından bir parça səslənir. Bu mahnının digər bir adı da Ötən günlərdir. Bizə qalır o günlərin xatirəsi, kələsizim keçərləri yada salaq dönə-dönə ötən günə. Filmdə gördüyünüz bu kadrlar çoxlarına tanış deyil. Metro yaranan gündən 1992-ci ilə qədər metroda gediş haqqı o vaxtların pulu ilə 5 qəpik idi. 1992-ci ilin iyun ayından isə ilk dəfə jeton sistemi tətbiq edildi. 1994-cü ildən isə jeton talonlu ödənişlə əvəz edildi. Sonralar sıra gediş haqqının yeganə ödəmə vasitəsi, girov haqqı 2 manat olan plastik kartların tətbiqinə başlandı. 2015-ci ildən bu günə qədərsə metroda Bakıkart sisteminin tətbiqi davam edir. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün biz sizə Gənclik metro stansiyasından xəbər verdik. Gələn həftənin 1-ci günü Nəriman Nərimanovda görüşəcəyik. Bir xatırlatma da edim ki, metro yaranan gündən bu günə qədər bir çox qaydalar dəyişsə də, dəyişməyən bir qayda da odur ki, hələ də metroya sərxoş daxil olmaq qadağandır. Bağışlayın. Orada vagonlar yerin altında özü için o yana gidir, bu yana gidir, o yana gidir, bu yana gidir. Ha? Ha. Yanırsan pillekanların üstünde, pillekan seni kaldırır. Yukarı, aşağı, yukarı, aşağı. Ha? Böyle. Hamı böyle değil. Bu yana gidir, o yana gidir. Bu yana getir, o yana getir. Hə? Bura bax, Bakıda neçə ildir metro işləyir. İndiyə qədər metroya minməmsən, hə? Niyə ki?
baxarsınız ki,